Güvən test toplusu Newton qanunlarının izahına baxırıq. Test A variantına. Birinci sualda deyir ki, qüvvəni ölçmək üçün istifadə olunan cihaz hansıdır? Bilirik ki, qüvvə dinamometrlə ölçülür. Vahidi Newtondur, vektorial cəmiyyətdir. İkinci sualda Newton hansı fiziki cəmiyyətin vahidinə uyğundur dedik qüvvənin. Üçüncü cismə eyni istiqamətdə yönəlmiş 27 Newton və 13 Newton qüvvə tətbiq edilmişdir. Bu qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. İlk öncə bilmək lazımdır ki, bizdən soruşarsa ki, əvəzləyici qüvvənin düsturu nədir? Deyirsiniz ki, F bərabərdir M-a. Buradakı qüvvə əvəzləyici qüvvədir. Və qüvvələr eyni istiqamətdə gedirsə əgər, onların əvəzləyicisini tapmaq üçün qüvvələri toplamalıyıq. Yəni, əvəzləyici qüvvə bu iki qüvvənin cəmidir. Amma əgər qüvvələr əksi istiqamətdə yönələcəksə, onda əvəzləyici qüvvə həmin o qüvvələrin fərqidir. İndi burada bizə deyir ki, eyni istiqamətdə gedib. Deməli, onda nə etməliyik? Toplamalıyıq. 27 ilə 13-ü toplayanda eləyəcək nə? 40 Newton. Dördüncü sual. Maddi nöqtə ədədi qiymətləri 10 Newton və 24 Newton olan iki qüvvə tətbiq olunmuşdur maddi nöqtəyə. Bu qüvvələrin əvəzləyicisinin ən kiçik qiymətini hesablayın. Baxın, bilirik ki, qüvvələr eyni istiqamətdə olarsa, onda biz əvəzləyici qüvvəni toplayırıq və ən böyük qiymət alırıq. Qüvvələr əksi istiqamətdə olarsa isə, onda biz onları nə edirik? Bir-birindən çıxırıq və əvəzləyici qüvvənin ən kiçik qiymətini alırıq. Məsələn, baxın, dördüncü sualda 10 Newtondan 20 Newton, 24 Newton. Təsəvvür edin ki, bu qüvvələrin istiqaməti eyni olsa, onda biz əvəzləyici qüvvəni hesablayanda 10 ilə 24-ü toplayacağıq, eləyəcək 34 Newton. Amma bu ən böyük qiymətdir. Çünki topladım. Amma əks istiqamətdə getsə, onda bunların fərqi olacaq. 24 çıxılsın 10, 14 olacaq. Deməli, bu iki qüvvənin ən böyük əvəzləyicisinin ən böyük qiyməti 34, ən kiçik qiyməti 14 oldu. Bizdən də ən kiçiyi istəyir deyə cavabımız C variantı olacaq. 5-ci suala baxırıq. Maddi nöqtəyə əks istiqamətdə yönəlmiş 5 Newton və 12 Newton iki qüvvə tətbiq olunub. Qüvvələrin əvəzləyicisini hesablayın. Bayaq dediyimiz kimi, baxın, qüvvələri əks istiqamətdədir. Əks istiqamətdə olanda nə edirik? Çıxırıq. 12-dən 5-i çıxanda bizə verəcək 7 Newton. Deməli, əvəzləyici qüvvəmizin qiyməti nə olur? 7 Newtona bərabər olur. Baxırıq 6-cı suala. 6-cı sualda verilmiş maddi nöqtənin əvəzləyicisinin modulunu hesablayın. Baxın, görürük ki, bu qüvvələr hər ikisi əks istiqamətdə yönəlib. Əks istiqamətdə olan qüvvələrin əvəzləyicisini tapmaq üçün bir-birindən çıxmalıyıq. Yəni, biz 12-dən 4-ü çıxacağıq, cavabımız eləyəcək nə? 8 Newton. Əvəzləyici qüvvə 8-dir, D variantı. 7-ci suala baxırıq. Cismə bir düz xətt boyunca yönəlmiş qiymətləri 5 Newton, 10 Newton və 20 Newton olan 3 qüvvə təsir edir. Bu qüvvələrin əvəzləyicisinin ən böyük qiymətini hesablayın. Deməli, baxın, bizə deyir ki, bir düz xətt üzrə yönəlmiş. Deməli, bizim 3 dənə qüvvəmiz var və onların ən böyüyünü istəyir. Ən böyüyü tapmaq nə deməkdir? Yəni, demək ki, bu qüvvələrin hər üçü eyni istiqamətdə yönəlib. Eyni istiqamətdə yönəlibsə, deməli, mən onları nə etməliyəm? Toplamalıyam. 5 plus 10 plus 20. Bu nə eləyəcək? 35 Newton. Cavabımız olur 35 Newton, D variantı. Çünki bizə deyir ki, eyni istiqamətdə yönəlmiş, bir düz xətt boyunca yönəlmiş 3 qüvvənin ən böyük qiyməti. Ən böyük qiymət nə deməkdir? Toplaması, yəni cəmi. 8. 60 və 90 Newtonluq iki qüvvə təsir edir cismə. Aşağıdakı qüvvələrdən hansı bu qüvvələrin əvəzləyicisi ola bilər? Baxın, əgər bu qüvvələr hər ikisi eyni istiqamətdə yönəlibsə, 90 plus 60 150 Newton olacaq, baxın. Əgər əksi istiqamətdə yönəlibsə, onda çıxmalıyıq. 90-dan da 60-ı çıxanda 30 Newton olur. Bu nə deməkdir? Yəni, həmin o qüvvələr hansılar ola bilər? 30 Newtondan 50 Newtonun arasında olan ədədlər. 150 Newton, 50 Newton yox. 30 və 150 arasında olan qiymətləri bu qüvvə ala bilər. Hansı olacaq 30 ilə 150 arasında? 30 ilə 150 arasında. Elə bu 150-nin özü, hə. Bəli, 150-nin özü.
30'u da ala bilər, 150-ni də ala bilər və onlar arasında olan ədədləri də ala bilər. 9-cu suala baxırıq. F1 və F2 qüvvələrin əvəzləyicisinin minimum olması üçün qüvvə vektorları arasındakı bucaq neçə dərəcə olmalıdır? Yəni minimum olmaq nə deməkdir? Bir-birindən çıxırıq. Nə vaxt bir-birindən çıxırıq? Əks istiqamətdə yönələndə. Baxın, biri bu tərəfə getsin, F1 bu tərəfə gəlir, F2 də tam tərsinə gedir. Bunlar arasındakı bucaq neçə dərəcədir? 180 dərəcədir, yəni açıq bucaq. Vəssalam. 10-cu suala baxırıq. Bir də sizdən soruşa bilər ki, əvəzləyici maksimum nə vaxt olar? O vaxt olur maksimum eyni istiqamətdə gedəndə. Eyni istiqamətdə gedəndə aralarındakı bucaq neçə dərəcə olacaq? 0 dərəcə olacaq. Bunları diqqətdə saxlayarsınız. 10-cu suala baxırıq. Cismə bir düz xətt üzrə yönələn modulu F1 bərabərdir 3 Newton və F2 bərabərdir 4 Newton 2 qüvvə təsir edir. Əvəzləyici qüvvənin modulu neçə Newton ola bilər? Baxın, bu qüvvələr eyni istiqamətdə getsə toplayırıq. Bir qiymət 7 Newtondur. Əks istiqamətdə gedirsə çıxırıq. Bir qiymətdə nə olur? 1 Newton. Deməli, bu qüvvələr hansı qiymətləri ala bilər? 1 Newton, 7 Newton olur B variantı. 11-ci suala baxırıq. Cismə təsir edən 3 qüvvənin əvəzləyicisi 0-a bərabərdir. Qüvvələrin əvəzləyicisi 0 o deməkdir ki, F0-dır, təcil də 0, deməli bu cisim düzxətli bərabər sürətlə hərəkət edir. Bizdən soruşur F3 qüvvəsi nəyə bərabərdir? Baxın, biz bilirik ki, əks istiqamətdə gedən, baxın, F2, F1 ilə F3-ə əks gedib. Və bu qüvvələri bir-birini tarır. Cismin düzxətli hərəkət eləməsinin, bərabər sürətli hərəkət eləməsinin səbəbi nədir? Ona təsir edən Newtonun birinci qanunu. Baxın, ona təsir edən qüvvələr bir-birini kompensasiya eləyir. Yəni, sağa və sola gedən qüvvələr bir-birinə tarazlaşdırsa, qiymətləri bir-birinə bərabər olsa, cismin əvəzləyici qüvvəsi 0-a bərabər olar cismin. Onda deməli, bu tərəfə 20 Newton gedirsə, 8 ilə F3 neçə olsun ki, 20 eləsin, 12 Newton olacaq. B variantı. 12-ci suala baxırıq. Yenə 3 qüvvənin əvəzləyicisini istəyir. Baxırıq ki, 6 ilə 8 eyni istiqamətdə gedib. Eyni istiqamətdə gedirsə toplayıram bunları. 8 ilə 6-nın cəmi 14 Newtondur. Deməli, 14 Newton qüvvə bu tərəfə gəlir, yəni sağa gəlir. 4 Newton qüvvə də bu tərəfə, sola gedir. Əvəzləyicisi nədir? Əks istiqamətdədirlər deyə çıxırıq. 14 Newton çıxılsın, 4 Newton nə eləyəcək? 10 Newton. Bu da sizin bu qüvvələrinizin əvəzləyicisi olacaqdır. 13-cü suala baxırıq. F qüvvə vektorunun Y oxu üzrə proyeksiyasını hesablayın deyir. Baxın, yəni bu F-in Y oxu üzrə proyeksiyası. Bilirik ki, proyeksiya nədir? Kölgə deməkdir. Yəni bu F-in X oxu üzrə proyeksiyası buradır. Y oxu üzrə proyeksiyası da baxın bu hissədir. Bizdən F-Y soruşur. Yəni bu yaşıl hissəni. Baxıram ki, başlanğıc Y-də neçədir? 4-dən neçəyə gəlib? 12-yə. F-Y-də bilirsiniz də 12 çıx, Y çıx, Y0 kimi. 12 çıxılsın 4 nə eləyəcək? 8 Newton eləyəcək. Deməli, bizim Y oxu üzrə qüvvənin Y oxu üzrə proyeksiyası 8 Newtondur. X oxu üzrə proyeksiyanı gəlin tapaq. X oxu üzrə proyeksiya olacaq nədir? Bu göy hissə. Baxın, 5-dən neçəyə gəlib 20-yə? 20 çıxılsın 5 nə eləyəcək? 15 Newton. Deməli, X oxu üzrə proyeksiyası da 15 Newton olur, amma bizdən Y istəyir deyə cavabımız olacaq 8 Newton. Buranı təmizləyək. 14-cü suala baxırıq. F qüvvəsinin bu səfər X və Y oxu üzrə proyeksiyasını, yəni hər ikisini istəyir. Gəlin baxaq. Baxın, F-in X oxu üzrə proyeksiyası buradır. Baxın, X oxu buradır çünki. Burada Y oxu üzrədir. Gəlin X oxu üzrə proyeksiyanı tapaq. Fx bərabər olacaq nə? Son çıx başlanğıc 10 çıxılsın 2 nə eləyəcək? 8 Newtondur. İndi F-Y-ə baxırıq dostlar. Mən deyirəm ki, F-Y nə olacaq? Y çıxılsın Y0. Yəni Y oxu üzrə qüvvə, son koordinat, başlanğıc koordinat. Ya da belə yazım, F-Y çıxılsın F-Y0. İndi, mən deyirəm ki, bu 2 saniyədə hərəkət eləməyə başlayıb. 2 saniyədə bunun Y oxu üzrə qiyməti nədir? 8. Sonra gəlib bura 10 saniyə. Bəs bunun 10 saniyədə qiyməti nə qədərdir? Y oxu üzrə yenə 8. Deməli, 8 çıx 8 nə eləyəcək? 0. Həm də belə qısa şəkildə yadınızda saxlayın ki, əgər ox hansı oxa perpendikulyardırsa, baxın, F vektoru Y oxuna perpendikulyardır. Deməli, onun orada kölgəsi yaranmayacaq. Kölgə yoxdursa, deməli, proyeksiya da yoxdur da.
Sonra 15-ci suala baxırıq. Dinamometrin hər iki ucundan 200 Newton qüvvə ilə dartılır. Hər iki ucundan 200 Newton qüvvə ilə dartılır. Bu dinamometrin göstərişi nə qədər olar? Deməli, hər iki ucdan eyni qüvvə ilə dartılır deyir. Dinamometr nə qədər göstərir? Elə 200 Newton göstərər də. Bizdən buradan əvəzləyici qüvvəni istəmir ha. Bizdən istəyir ki, dinamometrin göstərişi nə qədər olar? Dinamometrin göstərişi elə nə olacaq? 200 Newtonun özü olacaq da. 16-cı sualda bir ucu bərkidilmiş dinamometrin göstəricisinə əsasən onun sərbəst ucuna təsir edən qüvvənin qiymətini və cihazın xətasını müəyyən eləyin. Yəni, baxın, elə bil ki, tərəzi kimi düşünün də. Buradan bir yük asmısınız. Baxın, buradan bir yük asmısınız. Avtomatik orada tərəzinin əqrəbi göstərir. Hansı qiyməti göstərir? 12 Newton. Deməli, bu qüvvə, həmin o qiymət 12 Newtondur. Cihazın xətasını necə tapırıq? Bir bölgünün yarısı xətadır da. Bir bölgü nədir? Məsələn, arxa-arxaya gələn iki rəqəmdən bir-birini çıxırıq, bölürük onlar arasındakı xətlərin sayına. Məsələn, 6 çıxılsın 4, 2, 2-nin də 1, 2, 2 xətti var aralarında. 2-yə bölürük, edir 1. 1 bölgünün qiyməti. Onun yarısı nə olacaq? 1 böl 2, 0.5. Deməli, cihazın xətası da 0.5-dir. Olur A variantı. Sonra 17-ci suala baxırıq. F qüvvə vektorunun x və y oxuları üzrə proyeksiyasını Newtonla yazın. Gəlin yazaq. Bayaq təyin elədiyimiz kimi. X oxu üzrə proyeksiyası baxın burada. 12 çıxılsın 4 nə eləyəcək? 8. Y oxu üzrə proyeksiyası isə bura olacaq. 9 çıxılsın 3 nə eləyəcək? 6. Deməli, x oxu üzrə proyeksiyası 8-dir. Y oxu üzrə proyeksiyası isə nə olacaq? 6 olacaq. 18-ci suala baxırıq. Maddi nöqtəyə ədədi qiymətləri 6 Newton və 8 Newton olan iki qüvvə təsir edirsə, bu qüvvələrin əvəzləyicisinin ən böyük və ən kiçik qiymətini hesablayın. Bayaqki suallarda qeyd etdiyimiz kimi, ən böyük qiymət o deməkdir ki, bu iki qüvvə eyni istiqamətdə yönəlir. Yəni, 8-dən 6 eyni istiqamətdə yönələndə bilirik ki, əvəzləyici qüvvəni tapmaq üçün onları toplamalıyıq. Bu eləyəcək 14 Newton. Ən kiçik qiymət, yəni minimum qiymət o deməkdir ki, əks istiqamətdə yönəlirlər. Yəni, 8 çıxılsın 6, 2 Newton. Deməli, maksimum qiymət 14, minimum qiymət isə 2-yə bərabər olacaqdır. 19-cu suala baxırıq. Bir ucu bərkidilmiş dinamometrin göstəricinə əsasən onun sərbəst ucuna təsir edən qüvvənin qiymətini və cihazın xətasını Newtonla hesablayın. Deməli, bu 16-cı sualın eynisidir. Baxırıq ki, hardadır? Nəyin üzərindədir? 8-dir. Gəlin, baxaq, bunlar arasında hərəsinin 4-4-dür. Onda 0,4-sə, 8-dir. Deməli, qüvvənin qiyməti 8 Newtondur. Yaxşı, bəs bu cihazın xətası nədir? 20, məsələn, 2 ardıcıl rəqəm 24 çıxılsın 20 nə eləyir? 4. Aralarındakı 1, 2, 3, 4 dənə var, yəni xət var. 4 böl 4, 1. 1-in yarısı da nə eləyəcək? Çünki 1 bölgünün yarısı xətadır da. 1-in yarısı da 0,5 eləyir. Deməli, cavabımız olur 8 Newton, bir də 5. 20-ci suala baxırıq. Yenə cismə təsir edən F1 bərabərdir 60 Newton və 80 Newton qüvvələr arasındakı bucaq 180 dərəcə olarsa, əvəzləyici qüvvənin qiymətini hesablayın. Baxın, bu kosinuslar teoremidir. Necə idi kosinuslar teoremi? F bərabərdir kök altında F1-in kvadratı, üstə gəlinsin F2-nin kvadratı, üstə gələk 2 F1 F2 kosinus alfa olacaq. Eləmi? Gəlin yerinə qoyaq qiymətləri. Kök altında F1-imiz 60-dır. 60-ın kvadratı nə eləyəcək? 3600. Üstə gələk 80-in kvadratı 6400. Üstə gələk 2 vurulsun. Kosinus 180 dərəcədə nə alır? Mənfi 1. Minus olacaq. Baxın bu. 2 vur 60 vur 80. Vur 80. Bu da bərabərdir kök altında 36 ilə 100, yəni 1000, 36 ilə 10.000. 1, bir dənə də 0, 10.000. Üstə gələk, çıxılsın. 4800-ü vuranda 2-yə nə eləyir? Çünki 60-ı 80-ə vuranda 4800. Onu da vursaq 2-yə eləyir 16, 9600. Yəni 10.000 çıxılsın 9600. 10.000-dən 9600 çıxanda nə qalır? 400. 400-dən də çıxır nə? 20. Cavabımız olacaq nə? 20 Newton.
Yəni kosinuslar teoremi ilə hesablayırsınız. O uzun sözün qısası. Bilirsiniz ki, əgər qüvvədirsə, orada plus 2f1 f2 kosinus alfadır. Sürətdə amma minus olurdu. Onları qarışdırmayın. 21-ci suala baxırıq. Cismə tətbiq edilmiş 3 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Yenə də baxırıq ki, eyni istiqamətdə gedən F2 ilə F3-dür. 7 ilə 4 toplayanda 11 Newton. 11 Newton bu istiqamətdə gəlir. 10 Newton da bu istiqamətdə gedirdi. Əks istiqamətdə olanda əvəzləyici qüvvələri tapmaq üçün qüvvələri bir-birindən çıxırıq. 11 çıxılsın 10 nə eləyəcək? 1 Newton. Cavabımız olur 1 Newton. Sonra 22-ci sual. Maddi nöqtəyə ədədi qiymətləri 5 Newton və 9 Newton olan 2 qüvvə tətbiq olunmuşdur. Bu qüvvələrin əvəzləyicisinin ən böyük və ən kiçik qiymətlərini hesablayın. Bunların nisbətini hesablayın. Artıq bu sualdan neçənci dəfədə işləyirik. Videonu dayandırıb özünüz həll edin. Sonra cavaba baxın. Belə olan halda daha yaxşı yadınızda qalacaq. İndi həll eləsək, maksimum qiymət nədir? Eyni istiqamətdə gedir. Yəni bunların cəmi. Maksimum yazıram. 9 ilə 5-in cəmi 14 Newtondur. Minimuma yazıram. Yəni bunların fərqi 5 çıxılsın, 9 çıxılsın 5, 4 Newton. Mən nə etməliyəm? Maksimumu minimuma bölürəm. Yəni 14-ü bölürəm. Nəyə? 4-ə. 14 4-ə böləndə nə eləyəcək? 3 dəfə 23,5. 23-cü suala baxırıq. Maddi nöqtəyə ədədi qiymətləri 6 və 10 Newton olan yenə qüvvələr tətbiq olunub. Ən böyük və ən kiçik qiymətin fərqini istəyir bu səfər. Ən böyük nədir? 10 plus 6, 16 Newton ən böyük qiymətdir. Toplayıram. Minimum qiymət 10 çıxılsın 6, 4 Newtondur. Bizdən bunların fərqini istəyir. 16 çıxılsın 4 nə eləyəcək? 12 Newton. Cavabımız olur 12 Newton. Sonra açar sözləri yerinə qoyuruq. Cisimlərin bir-birinə təsirini xarakterizə edən fiziki cəmiyyət qüvvədir. Bir-birinə təsiri deməli, vektorial cəmiyyətdir. Vektorial cəmiyyət qüvvə vektorun tətbiq nöqtəsi və istiqaməti ilə tətbiq nöqtəsi ədədi qiyməti və istiqaməti ilə göstərilir. BSD vahidi nədir? Newtondur. Üçüncü, cisimə eyni zamanda tətbiq olunan bir neçə qüvvələrin təsiri qədər təsir göstərən bir qüvvə əvəzləyici qüvvədir 6. Bu qüvvə dinamometr adlanan cihazla ölçülür 2. Deməli, ardıcıllıq nə oldu? 4, 5, 1, 3, 6 və 2. Belə, A variantının da sonuna gəldik. Bəyəndinizsə dəstək olmaq üçün bəyənib, yorum yazıb kanala abunə olmağı unutmayın. Sağ olun.